Deməli uşaqlar, biz sizinlə bu günləri keçirik nəyim? Morfologiya. İsim. Morfologiya nədir? Kim deyər? Morfologiya nədir? Deyir, nə qaldırmaq? Nitq hissələrini öyrənir. Yaxşı. Ümumiyyətlə, nitq hissəsi anlayışı bilirsiniz nə deməkdir? Yox, nitq hissəsi anlayışı nədir? Bilirsiniz. Nitq nədir? Danışıq prosesidir. Danışırıq ha indi. Nitq qururuq da danışıq prosesidir. Bax, danışarkən istifadə etdiyimiz bütün sözləri məzmunsu nə adlanır? Cəmi nə adlanır? Nitq hissələri. Bizim nitqimizi təşkil edir də sözlər. Həmin o sözləri nitq hissələrinə bölmüşük. Boy pərinavaz gəlmişsən? Orada dedim. Hə. Nitq hissələri anlayışı. Deməli, bax, bütün sözlərin hamısı nitqimizi təşkil edir. O nitq sözlərdə biz bölmüşük. Nitqimizin əsasını təşkil edən nə demişik? Əsas nitq hissəsi. Ki, biz ondan fikrimizi daha rahat istifadə edirik. Həmin əsas nitq hissələrinin özəlliyi nə idi? Əsas özəlliyi nə idi əsas nitq hissələri? Nəyi var əsas nitq hissələri? Leksik mənası var. Köməkçi nitq hissələri. Yalnız qrammatik var. Bir növ belədir də uşaqlar. Əsas nitq hissəsi vacibatdır. Yəni, əsas nitq hissəsi nədir? Əsas nitq hissəsi bugün bizim yaşamımız üçün ən vacib nədir? Yemək, su, hava. Bu vacibatdır da. Bizim yaşamağımız üçün ən vacibdir. Köməkçi nitq hissəsi nədir? Yaxşı pulun olur, gəzəsən. Bir növ nə qatır nitqə? Bir gözəllik qatır da. Məsələn, tutaq ki, bağlayıcı sözləri, cümlələri, bəzən abzasları bir-birinə bağlayır. Nida müxtəlif cəhətdən xidmət edir. Yəni, yüksək hiss və həyəcanı bildirir. Ədat qüvvətləndirə bilir, məhdudlaşdıra bilir. Bu tipli şeylər. Yəni, köməkçi nitq hissəsi nitqimizə nə edir? Bir növ rəng qatır. Amma əsas nitq hissəsi olmasa, biz danışa bilmərik. Niyə? Çünki leksik mənası olmayan söz, leksik məna nə idi? İlkin mənada, başa düşəcəyimiz məna. Yəni, əsas nitq hissəsi olmasa, deməli, biz bir-birimizə başa düşə bilmərik. Mümkün deyil. Aydındır. Morfologiya nə öyrəndi? Nitq hissələri. İndi nitq hissələri, morfologiya biz bildik nitq hissələri. Nitq hissələri. Nitq hissələri neçə yerə bölündü? 2 yerə. 1. Əsas nitq hissəsi. İkinci hansıdır? Köməkçi nitq hissəsi. Bax, yenə də deyirəm, əsas nitq hissəsinin özünə məxsus xüsusiyyəti var. Gəlin onları sayaq. Əsas nitq hissəsinin leksik mənası var. Bura yazırıq, leksik məna. Suala cavab verir, cümlə üzvü olur. Bir də uşaqlar, əsas nitq hissələri yadınızda saxlayın. Söz yaradıcılığında iştirak edir. Yəni, leksik şəkilçini biz hansı sözlərə qoşub yeni söz yaradırdıq? Əsas nitq hissələrində, yəni leksik mənası olan sözlərə qoşub da. Köməkçi nitq hissəsinə leksik şəkilçisi artırıb söz yarada bilərik. Deməli, əsas nitq hissəsi söz yaradıcılığında iştirak edir. Etmir, yox, edir. Köməkçi nitq hissəsinin nəyi var? Yalnız qrammatik mənası. Yəni, bunların inkarını buraya yazsın, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir. Yəni, bunu nə edəcəksən? Əksik yazacaqsan ona. Aydın oldu. İndi gəlin, əsas nitq hissələri hansılardır? Əsas nitq hissələri, sakit. Hansılardır? Orada nə var, baxıb deyəsən? Əsas nitq hissələrin sayı hansılardır? İsim. Neçə əsas nitq hissəsi var? Başa düşürəm. Siz 8-ci sinif var burada. Deməli, 9 var. Uşaqlar, bunları bilməz, bu ilkin əlamətdən. Deməli, köməkçi nitq hissələri hansılardır? Bunları yazmaq. Modalsız. Bunları yazmaq ehtiyac var bura. Adlarını. Yaxşı. Biz əsas nitq hissəsinə, köməkçi nitq hissəsi fərqini bildik. Əsas nitq hissələri hansılarda bildik? 6 əsas nitq hissəsi var, 5 köməkçi nitq hissəsi var. Ümumilikdə neçə nitq hissəsi var? 10. 6 düşür əsasa, 5 düşür köməkçi. Qışqırmaya ehtiyac yox. Yəni, onsuz da sizin səsiniz arxa fondadır. Yaxşı. Gələk indi isim haqqında ətraflı danışaq. Səbirli ol. Yəni, isim
sadə göründüyü qədər də uşaqlar. Məsələn, ismin hallarını desəm, adların bir-bir sayacaqsınız. Amma bura cümlə yazsam, onun halların tapa bilməyəcəksiniz. Taparsınız, indi tapanlar da var. Gələ isim. İsim. Uşaqlar, isim nədir? Əşyanın adını bildirir. Əsas nitq hissəsinə nə deyilir? İsim. Əşya. Baxın, şagirdlər bəzən nəyə qarışdırır? Elə bilir ki, əşya deyiləndə ancaq cansız varlıqlar nəzərdə tutulur. İnsan özü də əşyadır. Nə bilim, heyvan da əşyadır. Bütün mövcud olan varlıqların hamısı nədir? İsimdir. Bütün mövcud olan varlıqların hamısı nədir? İsimdir. Və bunlar da bəzən qarışdırmayın, gözlə gördüyümüz demirəm. Gözlə gördüyümüz başqadır. Bunlar konkretdir. Bütün mövcudiyyətin hamısı nədir? İsimdir təbii ki. Deməli, isimlər, yəni insanın özü də isimdir də. İsimlər suallarına baxası o. Kim, nə, hara. Baxın, bu sualların üzərində ismi konkret azdan çoxdan mənimsəmək olar. İnsan anlayışını bildirən isimlər kim? Yəni bizlər kim sualına cavab edəcək? Cansız və canlı varlıqları bildirənlər nə? Məkan anlayışı bildirən hara? Bax, 7-lər. Deməli, insan anlayışı məsələn tutaq ki, şagird sual ver, kim? Qələmə sual ver, itə sual ver, itə hara? Nə? Baxın, kənd, qəsəbə, şəhər, aydındır. İnsan anlayışı bildirən kim? Canlı və cansız varlıq bildirən, məkan anlayışı bildirən hara? Aydındır. İndi gəlin uşaqlar. Biz isimlərdə bilməliyik nə? Konkret isimlər, konkret isimlər, isimlər, bir də mücərrəd. İsimlər. Deməli, konkret isimlər, mücərrəd isimlər. Konkret isimlər haqqında 3 əsas şərt var. Hansılardır? Gözlə görmək. Biraz yavaş. Gözlə. Gözlə görmək. Əllə toxunmaq. Biraz yavaş. Eşidirəm sizi, narahat olmayın. Əllə toxunmaq, bir də şəklini çəkmək. Konkret. Konkret. Mücərrəd isimlər isə bunların inkarını yazasan bura. Görmək olmur. Görmək olmaz. Yaz yavaşdır uşaqlar. Görmək olmaz. Toxunmaq olmaz. Şəkli çəkilməz. İndi qulaq asın. Burada məsələ nədir? Pəri, bu 3 şərt var ha. Bu 3 şərtin birində ödəsə konkretdir. İkisində ödəsə konkretdir. Üçündə ödəsə konkretdir. Yəni necə? Bura nümunə yazıram. Çığırmayın. Video çəkilir birincisi. Bunu sizdən başqa da görənlər var. Çığırma ehtiyac yox. Normal şəkildə edirsiniz, mən eşidirəm. Baxın, burada yazıram tutaq ki, ulduz. Ulduz. Gözlə görmək olur. Gedib toxuna bilərsən. Amma şəklini də çəkmək olur. Deməli, burada bu neçə şərt ödədir? 2 şərt. Yazıram külək. Külək. Baxın, şəklini çəkə bilərsiniz küləyi. Toxuna bilərsiniz. Çünki niyə? Belə eləyəndə toxunur. Görmək olmur, şəklini çəkmək olmur, amma toxunmaq olur. Deməli, bir şərt ödədi, yenə də konkret. Ən azı bu 3 şərtin birində ödəsə konkretdir. İkisində ödəsə konkretdir. Üçündə ödəsə konkret. Aydındır. Mücərrəd isimlərdə isə, indi mən çətinlər yazdım. Yazın kitab, yazın məktəb. Necə? Ev konkretdir. Bura nədir? Evdir. Gözlə də görürsən, əllə də toxunursan, şəklini də çəkirsən, üçü də deyil. Konkret. İndi işıq yanır onun. Mikrofon işıq yanır. İndi mücərrəd isimlərdə isə dedi ki, bunların inkarı. Nə gözlə görə bilmirsən, nə əllə toxuna bilmirsən, nə də şəklini çəkə bilmirsən. Məsələn, yoxu. Sonra dostluq. Dostluq. Bütün peşələr, peşə adları. Demə, məsələn, müəllimlik. Müəllimlik. Nə bilim, başqa nə olsun? Məhəbbət. Yəni adam adı məhəbbət, adam adının buna aidiyyəti yoxdur.
və yaxud da sevgi, mərhəmət, bəli, və s. Qəm, qüssə, dərd, hansı yazsız olar? Bunları necədir? Gözlə görə bilirsən? Məsələn, tutaq ki, bax, burada məsələ nədir? Burada şagirdlər bəzən qarışdırır nəyi? Sən müəllimi görürsən, bu konkretdir. Peşəyə keçəndə müəllimlik, sənətdirsə necə olacaq? Mücərrəd. Həkimi görürsən, konkretdir. Həkimlik mücərrəd. Nə bilim, dostu görürsən. Gəbra görmə. Bax, bu mənim dostumdur deyək. Bu konkretdir. Görürəm, toxunuram, eləmi, bir dənə də şəkil çəkdiririk. Bu oldu konkret. Amma bizim aramızda olan münasibət nədir? Dostluq münasibətidir də. O dostluğu görmək olar. Bu necədir? Mücərrəd. Getdim dostum. Hə. Yəni bax, bunları yadda saxlayın. Sonra məsələ nədir? Bəzən testlərə düşür nə? Verir, üzümlük. Uşaqlar, elə lıq harda gördünüz götürməyin. Lıq ancaq peşə düzəltmir. Üzümlük bir yerdir də, məkandır, ərazidir. Bu nədir? Bu konkret, həqiqi yox, konkret. Çünki üzüm əkdüyün yerə nə deyirsən? Üzümlük, nə bilim, yonca əkdüyün yerə deyirsən, yoncalıq. Taxıl əkdüyün yerə deyirsən, taxıllıq. Eləmi? Bu konkretdir də. Gedirsən, görürsən, toxunursan, tapt edirsən. Amma bura üzümçülük deyirsə, üzümçülük. Niyə? Üzümçülük artıq bir peşədir də. Taxılçılıq bir peşədir. Nə bilim, nə olsun, zərgərlik bir peşədir. Zərgəri görürük. Zərgər qızıl işini görən adamdır da. Amma zərgərlik peşəsini görə bilmirik. Pambıqçını görə bilirik. Pambıqçılıq peşəsini görə bilmirik. Yəni, peşə anlayışı necədir? Mücərrət anlayışdır. Bildik konkret nədir, mücərrət nədir? İndi gəlin uşaqlar. Bizim dilimizdə elə sözlər var ki, Azərbaycan dilində. Onları həm konkret düşünə bilirik, həm də mücərrət düşünə bilirik. Həm konkret, həm də mücərrət. Mənə kömək eləyə bilərsiniz? Analıq, atalıq, qardaşlıq, bacılıq da ola bilər. Qardaşlıq, bacılıq, sonra ay, saat, sonra şan, sonra bazar, ağıl, hava, kim deyir onu? Hava. Və s. İndi yadımıza düşsə başqalarını deyirik. Hələ ki bunlar. İndi görün. Bunlar yerinə görə həm konkret ola bilir. Durlar. Yerinə görə həm konkret ola bilir, həm də mücərrət. Qulaq asın deyəcəm. Deməli, analıq, atalıq, bu 4 qohumluq əlaqəsi var ha. Burada necədir? Bu əgər ögəlik mənasındadırsa, ögə ana filminə baxmışsınız, İsmailin ögə anası var idi. Görürdü, toxuna bilirdi, yeri gəlsi şəklini də çəkə bilərdi. İsmailin ögə anası konkretdir, mücərrət. Yəni, bu ögəy mənasındadırsa, olacaq nə konkret? Bu atıya da aiddir, bu qardaşlığa da aiddir, bacılığa da aiddir. Yəni, ögəlik mənasındadırsa necədir? Konkretdir, çünki görürük, toxunuruq, şəklini də çəkə bilərik. Yox əgər, bu his mənasındadırsa, məsələn, bütün burada olanların anası var, eləmi? Ananın övladına olan hissinə nə deyirik biz? Analıq hissi. Atanın da övladının olan hissinə nə deyirik? Bacının, nə bilim, qardaş olan hissi, bacılıq hissi. Qardaşın bacıya olan hissi, qardaşlıq hissi. Bu his mənasındadırsa da, yəni sevgi, məhəbbət his mənasındadırsa, mücərrət. Aydındır. Gələk bir ay sözünə. Uşaqlar, ay sözü göydəki aydırsa, görürsən, şəklini çəkirsən. İndi toxuna bilmərik də. Bu olur konkret. Təqvim aydırsa, bu mücərrət. Uşaqlar, ben indi sentyabrdır. Sabah çıxır artıq. Gün 30'da. Sentyabr ayı, eləmi? Sentyabr ayını göstərə bilərsiniz. Zaman məhfuma şərti olaraq, məsələn, tutaq ki, saat neçədir? Saat 15:21. Hə? Bu şərti rəqəmdir orada. Saatın 4'də 21 dəqiqə işləmişi mənə göstərə bilərsiniz. Şəklini çəkə bilərsiniz. Mümkün deyil. Yəni o şərti işarət. Deməli, bu da təqvim mənasındadırsa, mücərrət, yəni yanvardan başlayır, dekabrda bitən aydan söhbət gedir də. Amma ay sözü, deməli, göydəki ay, yerin peyki mənasındadırsa necədir? Konkret. Saat sözü də eyni qaydada. Kimin qolunda var?
Bax, qoldakı saat əşya mənasında və yaxud da ki, divar saatı. Əşya mənasındadırsa necədir? Konkret. Əşya mənasındadırsa. Şəklini çəkirsən, daşıyırsan. Əgər zaman mənasındadırsa, saat 3-ə qalır, 5-ə qalır, mücərrət. Şan sözü necə? Bax. Bəli, şan. Azar asmayalım da. Şan şöhrət mənasındadırsa, bu mücərrətdir. Məsələn, deyir, filan kəsin şanı çoxdur, şöhrəti çoxdur. Göstərmək olur onu. Şəklini də çəkmək olmaz. Toxuma. Amma şan sözü, şan mənasındadırsa necədir? Konkret. Bazar da yeni qaydada. Həftə sonu mənasındadırsa, mücərrət. İsrail. Amma nə bu paltar bazarı, nə bilim, mal bazarı mənasındadır. Ağıl sözü. Heyvanın salındığı yeri var. Yay ərzində setqə çəkib heyvanı yayda salırsan, çöl ərazidə. Ona ağıl deyirik də biz. O mənadırsa konkretdir. İnsanın ağlı mənasındadırsa mücərrətdir. Gələk hava sözünə. Udduğumuz hava bax, toxunuram. Əlvə toxunur. Bu necədir? Konkret. Konkretdir bil. Amma toy havası necə? Bax. Belə gör əlvə toxunur yoxsa yox? Toxunur da. O udduğumuz hava, verdiğimiz hava mənasındadırsa, deməli konkret. Amma musiqi hava mənasındadırsa, musiqi hava mənasındadırsa, mücərrət. Aydın oldu bu hissə. Deməli konkret mücərrədi bildik. İndi keçirik nə? Ümumi isimlər, xüsusi isimlər. Biraz sakit olun. Deməli uşaqlar. Bu suallar qalsın orada. Demək, ümumi isimlər. İkinci olacaq nə? Xüsusi isimlər. Ümumi isimlər uşaqlar. Əşyalara, bəli, eyni əşyalara ümumilikdə verilən adlardır. Bizim hamımız kimik? İnsan. Ümumi. Hamımız insanıq. Hamımız adam, insan. Biz doğuluşdan bizə insan deyiblər, eləmi? Sonra nə edirlər? Doğulandan 1-2 il sonra başlayırlar ad axtarmağa. Bunu bir-birinə fərqləndirmək üçün də insan. Birinə Coşqun adı qoyublar, biriyə Pər adı qoyublar, birinə İlham adı qoyublar. İnsanlar bir-birinə fərqləndirmək üçün. Birinə Lami adı, biri Raul deyir, mənim adım deyərsiniz, video partlatmayacaq. Birinə Raul adı qoyublar, Elton adı qoyublar və s. Yəni, insanları bir-birinə fərqləndirmək üçün nə ediblər ora? Xüsusi adlar qoyublar. Və yaxud da ki, ölkə anlayışı ümumi isimdir. Ölkə deyəndə, yəni, burada konkret hansı ölkədən söhbət getdiyi bilinir. Amma ölkələri bir-birinə fərqləndirmək üçün nə ediblər? Xüsusi adlar veriblər. Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Gürcistan və s. Aydındır. Deməli, ümumi isimlər eyni cinsli əşyalara verilən adlardır. Adlar. Xüsusi isimlər isə onlara verilən xüsusi adlar. Yəni, bir-birinə fərqləndirmək üçün verilən xüsusi adlar da olur nə? Xüsusi isimlər. İndi burada bir şey yadınızda saxlayın. Bütün xüsusi isimlər cümlənin istənilən yerində ilk hərfi necə yazılacaq? Böyük. Böyük yazılır. İlk hərfi böyük yazılır. Bax, bir şey yadınızda saxlayın. Bəzən uşaqlar nələ çaşır. Deyir müəllim, quş ümumi isimdir. Bəs göyərçin niyə xüsusi isim olmur? Sərçə xüsusi isim olmur? Uşaqlar, göyərçinin o qədər növ var ki, sərsənin özünün də, nə bilim, qarğanın özünün növləri var. Burada məsələ nədir? Onlar özləri də ümumi isimlərdir. Məsələn, it özü ümumi isimdir. Amma burada məsələ nədir? Biri öz itinə ad qoyub. İt ümumidir, yazdım buraya it ümumi. Nə bilim, at ümumi. Nə olsun? Pişik ümumi. Eləmi? Hamı sakit.
Ümumi. Bunlar ümumi isimdir. Amma biri, tək biz xüsusi isimli insan adı, nə bilim, ölkə adı, çay adı, dəniz adı, rayon adı, kənd, qəsəbə bu adları düşünməyək də. Bunlara da verilən xüsusi adlar. Məsələn, biri itinə qoyub toplan adı. Bizim ixtiyarımız yoxdur ki, o toplan sözü kiçiklə yazaq. Aydındır. Və yaxud da ki, biri pişiyinə ad qoyub Məstan adı. Biz bunu necə yazmalıyıq? Böyük hərf. Koroğlu atların adı nə idi? Qırat, Dürat. Böyle yazılmalı. Dəmirçioğlu'nun atının adı nə idi? Giziroğlu Mustafa bəy, nə daha doğrusu? Giziroğlu Mustafa bəyin atının adı nə? Bir atı var alapaça, aman vermir qırat qaça. Şeşbərinin ucu haça, Giziroğlu Mustafa bəy. Deməli, onun atının adı nə idi? Alapaça. Yəni, bu atların adıdır, nə bileyim, bu itin adıdır, bu pişiyin adıdır. Biz bunu necə yazmalıyıq? Bəzən testlərdə necə çaşdırırlar sizi? Məsələn, tutaq ki, cümlə belə verir ki, biz xüsusi isimləri cılızlaşdırıb ancaq insan adı, nə bilim, şəhər adı, ölkə adı, belə düşünməyin də. Bütün, məsələn, ümumi planet, ümumi isimdir, Merkuri, Venera, bunlar yazılanda necə yazılmalı? Bax, tutaq ki, belə deyək də, belə bir şey verilir. Merkuri yerdən, nə bilim, uzaqlığı deyək göstərir də. Burada bu xüsusi isimin yazışı səhvdir. Niyə? Yer burada xüsusi isim kimi işlərində bu planetin adı olduğuna görə necə olmalıydı? Böyük hərflə olmalı. Amma işlənsəydi ki, yer də ümumi isim də ola bilər də. Ayağım yerdən üzüldü. Bunu böyük hərflə yazmağa ehtiyac var. Yəni torpaq mənasındadır da. Burada ayağın altında olan mənasındadır. O olacaq ümumi isim. Amma desək ki, məsələn, Merkuri, yerdən məsafəsini göstərsə, indi məsafəni biz bilmirik, coğrafi müəllimdən soruşarıq. Məsafəsini göstərsə, yeri necə yazmalıyıq? Böyük hərflə. Aydındır. Və yaxud da günəş yerin ətrafında fırlanır. Bizim ixtiyarımız var, yeri orada kiçik hərflə yazaq. Yer planetin ətrafında fırlanır da. Yeri də böyüyünə yazmalıyıq, günəşi də böyüyünə yazmalıyıq. Aydın oldu. Ümumi isim nədir? Xüsusi isim nədir? Necə? Merkuri. Planet adlarını bilmirsən? Ha? Neçənci qrup hazırlaşasan? Neçənci qrup hazırlaşasan? Bilmirsən? Deyirəm, neçənci qrup hazırlaşasan? Hələ seçməyib də, buraxılış hazırlaşır. Yaxşı. Sonra keçək nəyə? İsmin halları. İsmin halları. Uşaqlar, ismin 6 halı var. Bunlar sadədir. Ehtiyac yoxdur yazmalı. Ehtiyac yoxdur, heç kim yazmayı. Sağ ol, sakit ol. Bildik, çox sağ ol, təşəkkür, minnətdarıq sənə. İsmin neçə halı var? Deməli 6 halı. 1. Adlıq, hal. 2. Yiyəlik, yiyəlik, hal. 3. Yönlük. 4. Təsirlik. 5. Yerlik. Çıxışlı. Çıxışlı. Bir dənə onu pauza ver. Deməli, ismin halları. Sonra gələn nə? İsmin özlərinin hər bir halın adlı hal istisna olmaqla hər bir halın öz xüsusi göstəricisi var. Yəni şəkilçisi var. Deməli, şəkilçilər hansıdır? Adlı halın şəkilçisi yoxdur. Diğerlik halın şəkilçisi hansıdır? Ön üstü 4, n üstü 4. Buradakı n nədir? Bitişdiricidir. A üstü A. Yönlük halın şəkilçisi A üstü 2, ya üstü 2. Y da yenə bitişdiricidir. Təsirlik halda Ö üstü 4, n üstü 4. Yerlik halda olmayacaq bitişdirici çünki samitlə başlayır. Da üstü 2, dan üstü 2. Bu oldu hallar. İndi uşaqlar, bayaq biraz suallar yazmışdım. Adlı halda kim, nə, hara olursa, artıq yerlik halda nə olacaq? Kimin, nəyin, haranın. Yönlük halda nə olacaq? Kimə, nəyə, haraya. Təsirlikdə kimi, nəyi, haranı, yerlikdə kimdən, nədə, harada
Çıxışlıqda kimdən, nədən, haradan. Bu oldu nə? Bizim ismin xüsusi göstəricisi olan halları və onları halları. Yəni, hər hansı bir isim götürüb, bu müvafiq şəkilçiləri artırmaqla hallandıra bilərsiniz. Bütün isimlər lüğətdə başlanğıc formada, yəni adlı halda verilir. Bütün isimlər ilkin olaraq hansı haldadır? Adlı halda. Bütün isimlər, yəni canlı və cansız, məkan anlayışı bildirən nə varsa ilkin olaraq adlı haldadır. Sonra biz o adlı haldan götürüb hallandırırıq. Yəni, müxtəlif şəkilçilər, hər bir şəkilçinin özünə məxsus sualım var. Yəlik halda müəllim. Nəyin demək olur? Niyə? Nəyin deyirsən? Yəni, Nun üstü 4 tane. nəyin? Orada ki, o bitişdirici samitdən istifadə edilir də, o fərqlidir. Yəni, istisna olaraq götürülə bilər. Hə. Deməli, baxaq. Burada bir dənə məsələn, tutaq ki, hal götürürəm. Kitab, hal deyəndə daha doğrusu isim. Adlı haldadır. Kitabı, kitaba, kitabı, kitabda, kitabdan. Bu oldu ismin hallanma məsələsi. Uşaqlar, indi bu sadə görünən tərəfidir. İndi gələk. Bizim iki isimimiz var ki, yəlik hal, bir də təsirlik hal. Onun iki forması var. Müəyyənlik bildirən, bir də qeyri-müəyyənlik bildirən. Müəyyənlik bildirən təsirlik halda bu şəkilçini görəcəksiniz. Yəni, şəkilçi özü müəyyən olaraq göstəriləcək. Müəyyənlikdə müəyyənlik bildirən, yəlikdə yəlik hal. Şəkilçinin özünü görərsən. Baxın, kitabın üzü. Uşaqlar, yadında saxlayın. Yəlik hal birbaşa mənsubiyyətlə əlaqəli olan bir şeydir. Yəni, bunun yəsi varsa, bunun mənsub olduğu bir əşya da var. Və yaxud da ki, mənsubluq varsa, deməli, bunun da nəyi var? Yəsi var. Bax, yə burada nədir? Kitab. Nəyə yiyələnib? Nəyə mənsub? Düz. Üzü varsa, deməli, bu üzü də kimisə yəsi var da, kitabda yəsi. Başa düşdünüz nə demək? İndi burada kitabın üzündəki ın müəyyənlik bildirən yəlik hal. Yadınızda bir şey saxlayın. Müəyyənlik bildirən yəlik hal bir dənə ayrılıqda işlənəndə xəbər vəzifəsində ola bilir. Yəni ayrılıqda. Digər hallarda cümlə özü vəzifəsində işlənəndə mütləq şəkildə mənsubiyyət şəkilçili sözlə işlənir. Amma qeyri-müəyyənlik isə ümumiyyətlə mənsubiyyət şəkilçisi sözlə işlənmir. Yəni burada bunu silsəm, qalır nə? Kitab, üzü. Yəni mümkün deyil ki, bu qeyri-müəyyənliyi sən ayrılıqda işlədəsən. Bu mümkün deyil ha. Buradakı üzü, eləmi? Artıq sənə sual verə bilər ki, nəyin üzü? Nəyin deyəndə, bax, buradakı nəyinə baxın. Sualımız nədir? Nədir də? Buradakı in nədir? Həmin buradakı indir. Deməli, burada gizlənmiş bir dənə nə var? Ön şəkilçisi, kitabın şəkilçisi. İndi biz ön üstü 4 nəzərdə tutarıq da. Burada kitabın üzü deyəndə, kitab üzü deyəndə, yəni burada bir dənə gizlənmiş ön şəkilçisi var ki, onu qeyri-müəyyən edib biz nəyə çevirəcəyik? Yəni, ixtisar yox, sadəcə qeyri-müəyyən yərlik alır. Çevirəcək nə? Müəyyənlik bildirən yərlik alır. Aydındır. Gələk indi təsirlik halda necədir o? Təsirlik hal. Uşaqlar, təsirlik halı bilmək üçün, indi düzdür, təsirliklərdə çıxarılıb, demək olar ki, yoxdur. Bura kimi aydındır, silim o təsirlik hal biraz genişdir. Təsirlik halı bilmək üçün siz təsirli feilləri bilməlisiniz. Yəni, bu nə deməkdir? Əvvəlki təsirliklərdə var idi. İndi təsirliklərdə çox təəssüf ki, təsirli və təsirsiz feillər yığışdırılıb. Bax, təsirli feil odur ki, əgər o hərəkət deyiləndə sənin ağlıva təsirli halın sualı gəlirsə, o təsirli feildir. Bax, oxudum deyəndə ağlınıza hansı sual gəlir? Aşağı nəyi? Gördüm deyəndə nəyi gördüm? Kimi gördüm? Və yaxud da ki, haranı gördüm? Təsirli hansı suallar hansılardır? Kimi, nəyi, haranı? O 3 sualın hər hansı biri səndə formalaşırsa, deməli nədir o? Təsirli feildir. Təsirli feil. Bax, təsirlik halda, təsirlik hal. Təsirlik hal birbaşa təsirli feillə əlaqəlidir. Təsirlik hal
Təsirlik hal. Birbaşa nə ilə əlaqəlidir? Təsiri verir. Yəni bir cümlədə təsirli hal varsa, orada mütləq şəkildə təsirli feil var. Ən azından indi təsirli, təsirsiz feili bilmirsiniz, təsirlidə də yoxdur. Keçirilməyəcəksə yenə də feil bölməsində yoxdur. Ən azı bilir ki, təsirli hal varsa, orada deməli nə var? Feil var. Ən azı feil var. Təsirli hal özü də iki yerə bölünəcək. Müəyyənlik bildirənlər, müəyyənlik bildirənlər. Bax, müəyyənlik bildirəndə uşaqlar I üstü 4, N üstü 4 şəkilçisini görəcəksiniz. Baxın, kitabı oxudum. Baxıram, oxudum, hərəkəti görürəm mi? Feil var, mütləq şəkildə var. Eləmi? Buradan sual verirəm. Oxudum. Nəyi oxudum? Deməli, buradakı I nədir? Təsirli hal. Elə. İndi baxın, bunu çevirirəm qeyri-mənə. Kitab oxudum. Burada bu nəyə oxşayır? Adlı hal oxşayır mı? Heç bir şəkilçisi yoxdur da. Adlı hal oxşayır. İndi oxudum. Buradan sual verə bilərsən. Bax, buradan sual verərsən. Oxudum. Nəyi? Kitabı. Deməli, burada bir dənə qeyri-müəyyən təsirlik haldadır. Yəni, müəyyənliyin şəkilçisi ixtisar olunub kitab. İndi biz bunu necə fərqləndirə biləcəyik? Bax, orada kitab oxudumdur. Kitab maraqlıdır. Səbir olun. Bax, I-nı buradan siləm. Kitab oxudum, kitab maraqlıdır. Heç birisində şəkilçi yoxdur. Yoxdurmu? Səbir olun. Bunu fərqləndirmək üçün ən gözəl yolu sizə deyirəm. Bunu qeyd kimi götürün. Əgər şübhələnirsənsə ki, bu adlı haldadır, yoxsa qeyri-müəyyən təsirli haldadır, həmin o şübhəli sözün qarşısına, həmin o şübhəli sözün qarşısına o və bu əvəzliyin artırın. Həmin o şübhəli sözün qarşısına. O bu əvəzliyi artırılanda təsirli hal, qeyri-müəyyən təsirli hal avtomatik olaraq keçəcək nəyə? Müəyyənliyə. Baxın, bunun əvvəlini artırıram. Bu, kitab oxudum deyəsə, yoxsa kitabı? Kitabı oxudum. Baxın, bu kitab oxudum deyə bilirsən. Məcbursan nəyə artırasan bura? I-nı artırasan da müəyyənlik təsirli halı. Bu kitabı oxudum yox, bu kitabı oxudum və yaxud da o kitabı oxudum. O bunu əvvəlinə artıran kimi təsirli hal şəkilsinə çıxır, üzə çıxır. Deməli, buradakı kitab oxudum cümləsindəki kitab sözü nə hansı halda idi? Qeyri-müəyyən təsirli halda. İndi gəlin bura artıralım. Bu kitab maraqlıdır. Maraqlıdır. Nəsə dəyişiklik oldu? Olduğu kim qaldı? Maraqlıdır. Nə? Kitab. Hansı kitab bu? Və bu ən sadə yolu, o bu əvəzliyi. Artırırsan, müəyyənliyə keçirirsən, yəni I üstü 4, N üstü 4 şəkilçilərdən biri artırılırsa, deməli qeyri-müəyyən təsirlik halda idi. Keçdi müəyyənliyə. Artırılmırsa hansı haldadır? Adlı halda. Və bu sadə üsulu idi. Elmi cəhətdən isə, qrammatik cəhətdən isə mən nəyə baxıram? Hərəkət var burada. Hərəkət var. Oxudum təsirli feildir. Yəni mən məlum olaraq bunu bilirəm də. Bu çünki sistem mövzu olaraq keçirilmir deyə mən biraz çətin şey edirəm. Oxudum, nəyi oxudum? Sual verə bilirəm. Deməli bu oxudum, nəyi oxudum sualını verirəmsə qeyri-müəyyən təsirli qalır. Gəlirəm bura. Maraqlıdır. Hərəkət var burada ümumiyyətlə. Maraqlı hansı nitq hissəsidir? Necədir? Necə sifətdir? Yəni feil yoxdur, hərəkət yoxdur. Deməli ən sadə yolunu siz yadınızda saxlayırsınız. O bunu artırırsınız şübhəli sözün qarşısına. Bu şəkilçini qəbul edirsə şübhəli söz təsirli haldadır. Yəni I üstü 4-ü qəbul edirsə təsirli hal, qəbul etmirsə deməli hansı haldadır? Adlı haldadır. İndi bunun mənsubiyyətlə oxşarlığı da var. Mənsubiyyəti keçim sizə ona uyğun da deyəcəm. Mən dediyimi mənsubiyyət artırdılar. Var deyilmez. Yəni mənsubiyyət tapandır. Necə yəni? O mənsubiyyət məsələsindədir. Mənim, sənin, onu, bizim, sizin, onların. O mənsubiyyət məsələsindədir. Burada o keçməz. Bəlkə, yəni belə deyim də, mənsubiyyətdə sən o şəxs əvəzliklərin yerlik hala salırsa, məsələn, tutaq ki, mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabı. Şəxs əvəzliklərin hallanır yerlik halda,
digər o kitab sözü də müxtəlif mənsubiyyət. Birinci şəxsin təkil cəmi, ikinin təkil cəmi. İndi keçəcəm olsa. Aydındır? Təsirli qaldı, nəsə qaranlıq qalmadı. Digər hallarda çətin bir şey yoxdur. İndi uşaqlar, 2 dənə halda da orfoqrafiya məsələsi və orfeepiya məsələsi var. Daha doğrusu orfeepiya məsələsi var ki, ona da biz diqqətli olmalıyıq. Yadınızda bir şey saxlayın. İsmin yönlü kal şəkilçisi hansıdır? A üstü 2, ya üstü 2. Yadınızda bir şey saxlayın. Sonu A, əl saiti ilə bitən sözlərə. Diqqətlə qulaq asın. Nə dediyimi başa düşəsiniz. Sonu A, əl saiti ilə bitən sözlərə. 49'dur, 42'dir. Hə, saat 42. Sonu A, əl saiti ilə bitən sözlərə. Orada saat neçə dəqiqədir? Hə. Sonu A, əl saiti ilə bitən sözlərə yönlük hal şəkilçisi artırılanda bu söz sonundakı A, əl saiti I üstü 4 şəklində tələffüz ediləcək. Yəni, baxın, alma nə ilə bitib? Buna bir dənə yönlük hal artırın. Almaya. Eləmi? Tələffüz necə olacaq? Almaya. Baxın, söz kökündəki A nəyə keçdi? I-ya. Aydındır. Və yaxud da ki, olsun nə? Ənənə sözü var da. Ənənəyə necə olacaq? Ənəniyə. Nənəyə. Nəniyə şəklində. Bu bir qayda. İkinci, sonu çıxışlıq halda. Sonu N və M samiti ilə bitən sözlərə. Çıxışlıq hal şəkilçisi dan qoşulanda, yəni dandan qoşulanda həmin o çıxışlıq hal necə tələffüz ediləcək? Nan-nən şəklində tələffüz ediləcək. Nan-nən şəklində. Baxın. İnsandan. Bəli, insandan şəklində. Gördünüz, dan necə oldu? Ana çəkilişdi. Və yaxud da ad. Kitab sözü nə bitir? Mən sənə nə deyirəm? Sonra n-mı bitsini. Adamdan. Necə olacaq? Adamdan. Nə bilim? Olsun nə? Oyundan. Oyun, bəli. Oyundan. Oyundan şəklində və s. Başa düşdünüz? Bu da yəni 2 dənə halın orfeepiya məsələsidir. Bu qeyd üstə götürün. Necə? Sonu n-mı samiti ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi qoşulanda çıxışlıq hal şəkilçisi nan şəklində tələffüz edilir. Götürdünüzsə keçək. İsmin alından isə qaranlıq qaldı. Biraz tezləşdirin də video çəkilir. Hə. Belə. Yaxşı, davam edək. Yazanlar var, onlardan götürüb yazarsın. Yazanlar var. Gələk indi mənsubiyyət məsələsinə. İsmin mənsubiyyətə görə dəyişməsi. Baxın uşaqlar, ismin mənsubiyyətini bilmək üçün biz ismin hansı halını bilməliyik? İsmin mənsubiyyətini bilmək üçün. Hansı halını bəyan dedik də, bir mənsub, bəli, yiyəlik. Mənsubluğun da yiyəsi olmalı da. Məsələn, tutaq ki, nə deyim, mənim markerim. Mən yiyəsiyəm, mənim mənsub olduğum məsələ nədir? Marker. Yəni, bunun da, belə deyək də, bu mənsubluqla yiyəlik, yiyə, bir-birinə əlaqəlidir. Yiyə varsa, onun mənsub olduğu əşya var. Mənsub olunan əşya varsa, demək onun nəyi var? Yiyəsi var. Bax, biz nəyə bilməliyik? Ən sadə yolunu deyirəm sizə. Yəni, ümumilikdə götürək də, şəxs əvəzliklər hansılar idi? Mən, sən, o, biz, siz, onlar. İndi birinci şəxsin təkilinə başlayırıq. Birinci şəxs, ikinci şəxs, üçüncü şəxs. Bax, bura tək olsun, bura olsun cəm. Birinci şəxsin tək hansıdır? Mən. İndi bunu biz nəyə salağın? Yiyəliyə salağın da. Mənim, sənin, onun. İndi uşaqlar, bunu biraz belə çəkək bu yüzden. Cəm.
Bunun indi mənim məsələn kitab sözü. Kitab. Nə olacaq? Mənim kitabım. Deməli birinci şəxsin təkrin mənsubiyyət şəkilsi hansıdır? Üstü 4. Yadından çıxıb da. Ən sadə yolunu deyirəm. Sənin nəyin olacaq? Kitabın. Şəkilçi nə olacaq? Üstü 4. Ayso. Onun kitabı. Nə olacaq? Üstü 4. İndi gələcəmə. Bizim Ayso kitabımız. Şəkilçi nə olacaq? Imız üstü 4. Mız var burada. Sizin kitabınız nə olacaq? Inız üstü 4. Onların kitabları. İndi burada 2 dənə şəkilçi var uşaqlar. Lar üstü 2 plus o üstü 4. Yəni cəm şəkilçisi çünki onlardan söhbət gedir. Bura onlar yazım. Onların kitabları. Başa düşdünüz? Demək şəkilçi məsələsi budur. Yəni şəkilçini əzbərləmək çıxış yolu deyil. Biz mütləq şəkildə nəyə bilməliyik? Biz texnikanı bilməliyik ki, bunu necə artırırıq? Yəni burada indi tutaq ki, mənim verilib kitabımda. Bunun sənin verilib. Bunun yerinə qoyuram məsələn tutaq ki, onun verilib, daha doğrusu 3-cü şəxsdə ola bilər. Onun kitabı, Raulun kitabı, deyirəm Aytənin kitabı, nə bilim Sahilənin kitabı, onun yerinə qoyuram da. Bir şey yadınızda saxlayın. Birinci şəxsin təki cəmi. İkinci şəxsin təki cəmi. Bunlar insan anlayışını bildirən məsələlərdir. Üçüncü şəxs isə həm insan, həm də digər varlıqlar. Başa düşürsünüz? Yəni həm insan, həm də digər varlıqları bildirir. Buradalar isə üçüncü şəxsin, birinci şəxsin təki və cəmi, ikinci şəxsin təki və cəmi isə ancaq nəyə bildirəcək? İnsana məxsus varlıqları. Üçüncü şəxsin təki və cəmi isə bütün canlı və cansız varlıqları. Yəni insan da ola bilər, heyvan da ola bilər, cansız varlıq da ola bilər. Tutaq ki, bunun nümunə ilə sübut eləyək. Yazıram bura kitabın vərəqi. Kitab cansızdır. Kitabın yerinə bunların hansını qoya bilirlər? Sənin vərəqi, hə? Gör alınır sənin vərəqi. Bəli, onun vərəqi. Onun. Və yaxud da ki, deyirəm, itin hürməyi. Görün nəyə qoyura bilirlər? Onun hürməyi. Ən sadə yol. Başa düşdünüz? İndi burada məsələ nədir uşaqlar? Burada bizim qarışdıracağımız 2 şəkilçi var. Bir bu, bir də bu şəkilçi. Yəni, ın üstü 4 yerlik halda var idi. In da mənsubiyyətdə. Baxın, deyirəm, sənin kitabın. Görürsən, elə bir şey yazmışam ki. Yəni, burada ın, yəni orada in, burada ın. Eyni şəkil, eyni deyil, daha doğrusu. Buradakı sənin sözündəki in nədir? Yerlik. Kitabın sözündəki ın nədir? Mənsubiyyət. Bunu sadəsi, nədən bilirsən sən? Çünki bu 3-cü növ təyin söz birləşməsi şəkilçi. Amma baxın, kitabın, bəzən çətin tipli şeylərdə ayırmağı biz bilməliyik. Kitabın vərəqi, bir də deyirəm ki, kitabın bizdə qalıb. Eyni görünən şəkilçi var burada. Amma biri mənsubiyyətli, biri yerlik alıb. Kitabın vərəqi deyəndə biz dedik ki, yerlik haldan sonra biz nə axtarmalıyıq? Mənsubiyyət. Vərəqin sözündəki i nədir? Həmin bu idi. Mənsubiyyət. Bu mənsubiyyətdir. Özündən əvvəlki söz nədir? Yerlik. Bu bir qayda. İkinci bir qaydanı yadınızda saxlayın. Onun əvvəlinə, yəni bu şəxs əvəzliyin hansı uyğun gələcək? Sənin, onun kitabını deyirik, hə? İkinci şəxsin təki ındır. Burada sizi yadınızda saxlayın. Burada onun, sənin kitabın, hə. Bu kitabın vərəqindəki bu şeydə axı yerlik aldı. Yerlik aldı bu. Mənsubiyyətdən söhbət gedir. Burada bir şey yadınızda saxlayın. Belə olan halda bu şəxs əvəzliyin hər hansı birinin artırın da, uyğun gələn hər hansı birini, yəni uyğun gəlməyən yox. Deməli, burada uyğun gələn hansıdır? Sənin. Sənin artırırsan.
heç bir dəyişiklik olmadan qəbul edirsə, yəni cümlə heç bir dəyişiklik etmədən, heç bir hərf şəkilçi artırmadan dəyişiklik olursa, deməli həmin şəkilçi nədir? Mənsubiyyətdir. Mənsubiyyət. Dəyişiklik olursa, yəni baxın, sənin kitabın məndədir. Deməli buradakı nədir? Sənin kitabın bizdə qalıb daha doğrusu. Sənin kitabın bizdə qalıb. Heç bir dəyişiklik olmadı ki. Deməli buradakı nədir? Mənsubiyyət. Sənin kitabın vərəqi. Deyə bilirsən? Sənin kitabın vərəqi. Ay soğuk. Amma məcbursan bir dənə artırasan da. Sənin kitabın vərəqi deyə bilmirsən. Deməli buradakı nədir? Yiyəlik. İndi bayaq dediyim məsələ bax budur. Bayaq dediyimiz. Və yaxud da uşaqlar deyirəm kitabı oxudum bayaq bir şey. Bir də var deyirəm ki kitabı bizdədir. Bizdədir. Bu üçüncü şəxsin təkinin mənsubiyyətdir. Deməli onun artırarsan eyni qayda. Onun kitabı oxudum deyə bilərsən, onun kitabı. Amma onun kitabı məndədir deyə bilərsən, deməli onun kitabı bizdədir deyəndə bu mənsubiyyətdir. Onun kitabı oxudum deyə bilmirsən, bu nədir? Təsirli kal. Bu qədər sadə. Aydın oldu mənsubiyyət məsələsi. Yaxşı. Deməli, qələmi mənsubiyyətə görə dəyiş görüm tez. Məndən başla da mənim qələmi. Sizin qələminiz. Yoxdur, məndən sonra nə gələcək? Bizim də, mənim qələmim, bizim qələmimiz, sənin qələmin, sizin qələminiz, onun qələmi, onların qələmi. Yaxşı, Aytən, otaq sözün, tez, mənsubiyyətə görə dəyiş görüm. Mənim? Mənim otağım, sənin otağın, bizim Hələ bu onun otağı. Bizim otağınız, Onların otağı. onların Otağları. Yaxşı, sən deməli, telefonu dəyiş görüm. Çox oynayırsan. Bizim telefonumuz, sənin telefonunuz, sizin telefonunuz, onun telefonu, onların telefonu. Onların telefonları. Yaxşı, Pərisən, stolu dəyiş görüm. Mənim. stolum, onların stolu, Yox da, hələ onları getmədən, məndən sonra. bizim stolumuz, Onun stolu, sonra bizim stolumuz, sizin, onların, yəni onların stolları, stolları, mənim, sənin, onun, bizim, sizin, onların, bunları əzbərli biləndən sonra elə ismi də onu böyrünə artırırsan, rahat şəkildə mənsubiyyətə görə nə edir? Dəyişmiş olur. Uşaqlar, burada çətin bir şey yoxdur. Şəkilçini əzbərləmək bizə çıxış yolu deyil. Bir şeyi də yadınızda saxlayın. Yiyəlik alan şəkilçisi hansı oldu? Ön üstü 4. Mən və mən, bir də biz əvəzlikləri. Yiyəlik halda ın yox nə qəbul edəcək? Im, yəni mənim, bizim. Buradakı im yiyəlik hal şəkilçisidir. Çünki şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişməz. Aydındır. İsimdə deməli, biz öyrəndik isim haqqında ümumi məlumat, konkret və mücərrəd isimlər. İsmin yazılışı qaldı, ismin sifətləşməsi məsələsi var. Onlar qaldı. Onu da növbət dərsdə bir 5-10 dəqiqə izah edelim. Aydındır. Saxlayalım.